Yaxud tutalım kimsə bir başqa bir şey, iPhone yoxdursa kimsə iPhone istəyə bilər. Bir dənə onu yazdığınızda həmən aylıq gəlirinizi hesablayın. Mən nə qədər qazanıram? Gülüstan, aya nə qədər pul qazanırsan? Məsələn, qəşəm cip istəyəndə fikirləşdim, mən cip istəyirəm, aya nə qədər pul qazanırsan? O ayın pulunu vurun 12-yə. Bir də o maşını arzuladığınız maşın ya da iPhone-u, yaxud da evi istədiyiniz bir yerdən, yaxud da hansısa bir bahalı səyahəti, yaxud da hansısa bir marka geyimləri, görün ona sizin neçə il ömrünüz kifayət eləməlidir. Bu yaxınlarda mən onu deyəndə xanımlardan biri, yəni evdə yəni satış edənlər, yəni aylıq gəlirini hesabladı, dedi ki, məsələn 150, deməli ona 30-40 il lazımdır ki, o istədiyinə getsin. 70 və 80 yaşında onu ala bilsin. Təsəvvür edirsiniz? Bəs ona görə gətirirəm ki, bugün sürət zamanəsidir. Bugün texnologiya zamanəsidir. Ona çatmaq lazımdır. O faktördasansa, sən kapitalizm dövründə yaşayırsansa, heç bir sosializmin nəyisə burada yoxdursa, deməli sən bu həyata uyğunlaşmalısan, əlindəki dəyərlərdən istifadə etməlisən. Yəni mən çalışdığım budur. Bugün indi hər kəs görür ki, bütün şəhərdə demək olar tanıyanlar hamısı məni məsəl üçün hansı şehirdən gəldiyimi, şəhərdən, ölkədən gəldiyimi bilirlər. Yəni bir payız fəsilə şirkətdən 3 dənə pulsuz səyahətə getmişəm. Türkiyə, Moskvadır, Vyetnamdır, Dohada. Yəni demək istəyirəm ki, xanımlar, yəni bu nəyə görədir? Mən o surətin içində gedirəm. Çünki özümə daha yaxşısına layiq bilirəm. Bugün əlinizdə yəni o deyib yaxşıdım satışlarla. Yəni siz o satışlarla nəyisə həyatınızı gözəlləşdirə bilməzsiniz. Yaxud da ki o minimum əmək haqqı ilə də heç nə edə bilməyəcəksiniz. Amma siz özünüzün bir sahibkar, bir işgüzar xanım etsəniz, bəli, siz onu əldə edə bilərsiniz. Mən Vyetnamda olarkən orada xanımlar gördüm ki, ərizə yazıb işlərindən çıxarım. Mən onları videolarını da çəkmişəm. Heydər Əliyev Mərkəzinin direktoru, elmi işçi, kadrlar şöbəsinin müdürü. Dedim ki, sizi baxmayın da, bizim beynimizə tökülüb gələn odur ki, dövlət bilişi. Heç dövlət bilişi özünün də deyil. Bugün istəsən çıxırsan. Ümumiyyətlə, həyatda hər bir kəs öz rəhbərini kopyalayır. Yəni, öz rəhbərini kopyalayır və əgər rəhbərini kopyalamasa da belə, o təfəkkür ki, açılır, mənim nəzərim rəhbərim hal-hazırda aktiv deyil, amma ondan üst aktivdir. Mən onun həyat tərzinə baxıb fikirləşirəm ki, o bu imkanları burada qazanırsa, deməli mən də qazana bilərəm. Bunun üçün nə etməliyəm? Bunun üçün özümü, şəxsi inkişafımı inkişaf etdirməliyəm. Bugün mənim danışığım ətrafdakı insanlarda maraq yaratmalıdır. Sakit, susub məni dinləməli və mənim kimi olmağa çalışmalıdırlar. Mən bunu nə cür edirəm? Sizin ətrafınızda yetərincə insanlar var. İnsanlar bildir ki, həyatlarını xanımlar nəyə şey edirlər? 80-in 70 Pareto qanunu var da, belə bir qanun var. Kimi dindirsən, deyəcək ki, uşaq aparıram, uşaq gətirirəm, yemək pişirirəm, neyinirəm, nə bilim nə. O bilirsiniz nədir? O sanki siz qum, daş, rəng, əlinizə gələn bir şeyləri bankaya doldurursunuz da. Elə nə gəldi, baxırsınız ki, dolub daşdı, yığa da bilməz bu bankaya. Yəni 80% sizin boşluğunuz, 20% məsələn fabrika deyəndə serialı izləyirlər, nə bilim TikTok'a izləyirlər, hər şey. Yəni kimsə deyə bilməz ki, əgər bugün buradasınızsa 100% bilirəm ki, həyat tərzini 80-in 20-i də Pareto qanunudur. Amma mənim həyatımda 20-nin 80-ədir. Həyatımı düzənə salmağı bacarmışam. Orada bir xanım var idi, jurnalist idi. Jurnalist işindən çıxıb, daha sonra o birisi isə müəllimə idi.